Bugün sizə kosmosun ən məşhur və ən sirli əfsanələrindən biri hesab olunan Qara Cəngavər peyki haqqında danışacağıq. Bəziləri iddia edir ki, bu obyekt 13 min ildən çoxdur, yer kürəsinin ətrafında dövr edir. Digərləri isə onun yad planetlərə məxsus müşahidə peyki olduğunu düşünür. Bəs elm bu barədə nə deyir? Gəlin birlikdə araşdıraq. Bu sirli hekayənin başlanğıcı 1899-cu ilə gedib çıxır. Məşhur ixtiraçı Nikola Tesla radio siqnalları üzərində təcrübələr apararkən təkrarlanan qəribə siqnallar qəbul etdiyini açıqlamışdı. Tesla həmin siqnalların kosmosdan gəldiyini ehtimal edirdi. Sonrakı illərdə bu hadisə Qara Cəngavər əfsanəsinin ilk hissələrindən biri kimi təqdim olunmağa başladı. 1954-cü ildə isə ABŞ mətbuatında yer orbitində naməlum obyektin müşahidə edildiyi barədə xəbərlər yayıldı. Maraqlısı isə odur ki, həmin dövrdə insanlar hələ orbitə heç bir süni peyk göndərməmişdilər. İlk süni peyk Sovet İttifaqının Sputnik 1 aparatı yalnız 1957-ci ildə kosmosa buraxıldı. Bu səbəbdən sirli obyekt haqqında yayılan xəbərlər cəmiyyətdə böyük maraq doğurdu. 1960-cı ildə ABŞ hərbi dəniz qüvvələrinin orbitində qaranlıq rəngli naməlum obyekt aşkarlandığı bildirildi. Lakin sonradan bunun idarə etməni itirmiş hərbi peykin qalıqları olduğu açıqlanmışdı. Buna baxmayaraq Qara Cəngavər haqqında müzakirələr səngimədi. Əfsanənin ən məşhur hissəsi isə 1998-ci ildə baş verdi. NASA'nın Endeavour kosmik gəmisi STS-88 missiyası zamanı açıq kosmosda işləyən astronavtlar qara rəngli qəribə obyektin fotolarını çəkdilər. Şəkillər internetdə yayıldıqdan sonra milyonlarla insan bunun sirli Qara Cəngavər peyki olduğunu iddia etdi. Fotolar bu gün də sosial şəbəkələrdə və müxtəlif saytlarda ən çox paylaşılan kosmos görüntüləri sırasındadır. Lakin NASA bu iddiaları qəbul etmədi. Agentliyin açıqlamasına görə fotoda görünən obyekt yad planetli peyk deyil, kosmik missiya zamanı astronavtların təsadüfən itirdiyi istilik izolyasiya örtüyü idi. Mütəxəssislər bildirirlər ki, həmin örtük daha sonra atmosferə daxil olaraq yanıb məhv olub. Buna baxmayaraq nəzəriyyələrinə inananlar fərqli fikirdədilər. Onlar hesab edirlər ki, Qara Cəngavər əslində yer kürəsini min illərdir müşahidə edən yad planetli kəşfiyyat obyektidir. Bəzi müəlliflər onun təxminən 13 min il əvvəl başqa bir sivilizasiya tərəfindən göndərildiyini iddia edirlər. Hətta bu peykin bəşəriyyət haqqında məlumat topladığı və vaxtaşırı naməlum radio siqnalları göndərdiyi də irəli sürülür. Lakin bu iddiaların heç biri elmi sübutlarla təsdiqlənməyib. Kosmos üzrə mütəxəssislərin böyük əksəriyyəti bildirirlər ki, Qara Cəngavər əfsanəsi müxtəlif dövrlərdə baş vermiş tamamilə fərqli hadisələrin bir-birinə qarşılaşdırılması nəticəsində yaranır. Tesla tərəfindən qəbul edilən radio siqnalları, orbitdə aşkarlanan müxtəlif obyektlər, yanlış şərh olunan fotolar və kosmik tullantılar zaman keçdikcə vahid bir sirli hekayəyə çevrilib. Bu günə qədər yer orbitində yad planetlərə məxsus Qara Cəngavər peykinin mövcudluğunu təsdiqləyən heç bir rəsmi elmi sübut yoxdur. Ancaq bir həqiqət var ki, bu sir artıq 100 ildən çoxdur insanların marağını cəlb edir və kosmosun ən məşhur əfsanələrindən biri kimi tarixdə qalmağa davam edir. Bəs siz necə düşünürsünüz? Qara Cəngavər həqiqətən mövcuddur, yoxsa bu bəşəriyyətin yaratdığı ən maraqlı kosmik miflərdən biridir? Fikirlərinizi şərhlərdə yazın. Yeni maraqlı faktlar üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.